Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Selamun aleykum. Hər vaxtınız xeyirli olsun, əziz və hörmətli tamaşaçılar. Axirət aləmi verilişini izləyirsiniz. Biz keçən verilişdə qəbir sorğu sualından bəhs elədik və qeyd elədik ki, hədislərə əsasən bütün insanlar demək olar ki, əlbəttə bəzi istisnalar da var idi. Qəbir sorğu sualına giriftar olacaqlar. Gərək bir sıra şeylərin suallarını bu dünyada sualların cavabını ilə bu dünyada hazırlasınlar ki, o dünyada rahat cavab verə bilsinlər. Qəbir aləmi barəsində, bərzəx aləmi barəsində olan məsələlərdən də biri qəbir sıxıntısıdır. Əlbəttə, bəzən hətta hədislərin də bəzilərindən belə gəlir ki, qəbir sıxıntısından məqsəd həmin o cənazəni, o meyyiti ki, aparır o torpaqda dəfni edirik, məqsəd elə o qəbrin özüdür. Amma bir çox hədislərə əsasən və alimlərin də əksəriyyətinin nəzəri budur ki, qəbir sıxıntısından məqsəd həmin o torpağın sıxması deyil, bəlkə elə o bərzəx aləmində olan sıxıntıdır. Baxın, əgər desək ki, məqsəd yalnız və yalnız o torpaq sıxıntısıdır, bir insan ki, məsələn, edam olundu, heç onu qəbrə qoymadılar, onun bədəninin, cəsədinin ətini, məsələn, quşlar apardı. Və yaxud da bir insanı bir heyvan yedi və yaxud da bir insan dəryada, dənizdə öldü, dünyasını dəyişdi, orada da aradan getdi. Belə bir insana qəbir sıxıntısı yoxdur. Bir halda ki, hədislərə əsasən demək olar ki, qəbir sıxıntısını hamı dadacaqdır. Və qəbir sıxıntısından da məqsəd budur. Keçən bəhslərin birində qısa işarə etmişdim. İnsan bir aləmdən başqa bir aləmə qədəm qoyur. Elə bir aləm ki, o aləmdən heç bir ünsiyyəti yox idi. Məxsusən əgər Qur'an ayələri ilə, hədislərlə, bu kimi ilahi məariflərlə, axirət barəsində olan mucizələrlə heç bir ünsiyyəti yoxdursa, heç bir təsəvvürü də yoxdur, belə bir insan o aləmə daxil olanda istər-istəməz sıxıntı ilə üzləşəcəkdir. Bu sıxıntı ruhi baxımdan olan sıxıntıdır. Bu özü bir növ əzabdır. Bir növ əzabdır. Adi biz öz həyatımızda da ilk dəfə əgər biz yaşadığımız yerdən başqa bir məntəqiyə, başqa bir ölkəyə səfər edib orada yaşayanda istər-istəməz nə qədər ki orada örgəşməmişik, oraya ilə ünsiyyətimiz olmayıb, istər-istəməz sıxıntı, darıxma olur. Siz təsəvvür edin, bir aləmdən, bu maddi aləmdən keçirik bərzəx aləminə ki, əslən sinixiyyə, oxşarlıq cəhədi olsa da ayrı-ayrı aləmlərdir. Amma əgər insan bu dünyada Allahın dediklərinə, Qur'an ayələrində bərzəx aləmi haqqında vardır, hədislərlə, o aləmlə ünsiyyəti olarsa, Allahla ünsiyyəti olarsa, Qur'an-ı Kərimlə, hədislərlə ünsiyyəti olarsa, o aləm haqqında az da olsa təsəvvürü olarsa, belə bir insan üçün o qədər də qəbir sıxıntısı çətin olmayacaqdır. Peyğəmbərimizdən hədis vardır ki, hətta möminlər belə qəbir sıxıntısına giriftar olacaqdır. Bir hədisdə əziz Peyğəmbərimizdən belə nəql olunub. İnnəhu leysə min mu'minin illa və ləhu zammə. Elə bir mömin yoxdur, məgərin ki, onun üçündə bu qəbir sıxıntısı vardır. Bəharul Ənvar 6-cı cild 221-ci səhifə. Əbu Bəsir İmam Sadiq əleyhissalamdan da soruşur ki, qəbir sıxıntısından bir şəxs nicat tapacaqdır. Yəni, elə bir şəxs vardır ki, qəbir sıxıntısına giriftar olmasın, qəbir sıxıntısından nicat tapsın. İmam Sadiq əleyhissalam buyurdu, Nəuzu billahi minha. Bu qəbir sıxıntısından Allaha pənah aparırıq. Ma əqəllə mən yəflitu min zəqdətil qəbir. Çox az insanlar tapılar ki, bu qəbir sıxıntısından amanda qalsınlar və nicat tapsınlar. Pəs Peyğəmbərin hədisinə əsasən hətta möminlər belə qəbir sıxıntısına giriftar olacaq. İmam Sadiq əleyhissalam da Əbu Bəsirin cavabında buyurur ki, həddindən az, yəni nicat tapanlar bu qəbir sıxıntısından az bir dəstə olacaq. Ola bilər İmam Sadiq əleyhissalamın məqsədi peyğəmbərlər olsun, məsum imamlar olsun və bir sıra istisnai şəxslər ki, Salman-ı Farsi kimi ki, Peyğəmbərimiz buyurur ki, Əs-Salmanu minna əhləl beyt.
Əlbəttə, biz hədislərə müraciət edəndə bu qəbir sıxıntısının çox olmasına və yaxud elə qəbir sıxıntısının özünə səbəb olan bir sıra amillər var. Yəni, bir sıra günahlar vardır. Bir sıra günahlar vardır ki, xüsusi olaraq onun mənfi təsirini insan elə öldükdən sonra qəbir aləmində görəcəkdir, qəbir sıxıntısına giriftar olacaqdır. Mən burada ad aparmışam, təqribən 5-6 dənə hədislər əsasında qeyd eləmişəm. Ad aparıram. Birincisi qeybətdir. Qeybət çox böyük günahlardandır. Amma çox təəssüf olsun ki, indi adi hal alıb. Üzr istəyirəm xanımlardan. Ola bilər qabaqlar deyərdilər ki, adətən bəzi xanımlar məsələn qeybət edirlər. İndi kişilər də heç xanımlardan dala qalmır. Əlbəttə, ümumi şəkildə demirəm. Amma təəssüflər olsun, hərə özünə baxsın, öz ətrafında 2-3 nəfər yığışdıqdan sonra öz danışıqlarına, söhbətlərinə diqqət eləsinlər. Bəzən də özlərinə bəraət qazandırmaq üçün deyirlər ki, bu olmuş şeydir də. Elə olmuş şey demək bir şəxsin dalında olur qeybət. Əgər olmayan bir şeyi ona nisbət versin, bu böhtan deyil, bu qeybət deyildir ki, bu böhtandır, töhmətdir, iftiradır. Amma təəssüflər olsun ki, əksəriyyətimiz bu qeybətə düçar olmuşuq. Əl-qeybətu əşəddu minəz-zina. Hədislərdə gəlir ki, qeybət zinadan da şiddətlidir. Baxın, bu xüsusi olaraq hədislərdə qeyd olunub ki, hər kəs qeybət əhli olarsa, qeybət edərsə, bu qəbir sıxıntısına giriftar olacaqdır. İkincisi, israfdır. Xüsusi olaraq hədisdə qeyd olunub. İsraf eləməyək. Hər bir neməti, Allahın verdiyi o neməti, ruzini öz miqdarında və yerində istifadə edək. Əgər belə olmazsa, əks təqdirdə israf etmək qəbir sıxıntısına səbəb olur. Mən bu barədə bir hədisi qeyd eləmişəm. Buyurur ki, "Zəğtatul qəbri lil mu'min" ki, hədislərdə ki, gəlib mömin üçün də qəbir sıxıntısı vardır. Mömin üçün qəbir sıxıntısı kəffarətül lima kana minhu min təzyi'in ni'əm. Buna xatirdir ki, o nemətləri ki, öz yerində istifadə eləmirdi. Həqiqətdə imam burada, Peyğəmbərimiz bu hədisdə israfı da məna edib. İsraf nədir? İsraf, yəni nemətləri yerində lazımınca istifadə etməmək. Peyğəmbərimiz bu ki, mömin üçün də qəbir sıxıntısı var. Lakin möminin qəbir sıxıntısının səbəbi budur ki, bu dünyada olanda, yaşayanda nemətləri zay edərdi. Öz yerində istifadə etməzdi. Üçüncü, qəbir sıxıntısına səbəb olan amillərdən biri əxlaqın normal olmamasıdır. Ailədə məxsusən. Məşhur bir hədis vardı. Səid adında bir şəxs Peyğəmbərin səhabələrindən idi. Peyğəmbərin o döyüşlərində Peyğəmbərin kənarında idi. Dünyasını dəyişir, Peyğəmbərə xəbər verəndə Peyğəmbər təcili olaraq gəlir və Peyğəmbərimiz buyurmuş ki, 70.000 mələk Səədin cənazəsində iştirak edir. Peyğəmbər namaz qılır, özü dəfn edir, anası buyurur ki, xoş olsun sənin halına, Peyğəmbər sənə namaz qıldı. Peyğəmbərimiz buyurur ki, məhlən ya ümmə Səəd, ey Səədin anası, biraz gözlə. Hal-hazırda o qəbir sıxıntısına giriftar olub. Soruşduqda, ya Rəsulallah, nə üçün? Çünki öz ailəsi ilə əxlaqı normal deyildi. Ailə ilə, ümumiyyətlə əxlaqın pis olmağı, məxsusən də ailə ilə, uşaqla əxlaqın pis olması da qəbir sıxıntısına səbəb olan amillərdən biridir. Başqa bir səbəb, yersiz yerə, dəlilsiz və həyat yoldaşının razılığın əldə etmədən həyat yoldaşından uzun müddət uzaq olmaqdır. Həyat yoldaşı, bəzən təəssüflər olsun ki, görürük, ailə qurur, özü məsələn fərz eləyək ki, Rusiyada yaşayır, başqa ölkələrdə yaşayır, ailə qurur, ailəni qoyur öz atasının, anasının evində, özü gedir, bəzən 6 ay yoxdur, bəzən 1 il yoxdur, bəzən 3 il yoxdur, ailəsi qalır burada. Təzə bir gəlin, bu səbəb olur ki, insanın qəbir əzabı, qəbir sıxıntısı çox olsun. 5-ci amil, qəbir sıxıntısına səbəb olan 5-ci amil namazı yüngül hesab eləməkdir. Namaz qılmamaq deyil, namazı yüngül hesab etməklik. Özü qəbir sıxıntısına səbəb olur. Namazı qılmamaq ki, özü böyük günahdır. Digər bir amil, təharət və nəcasət məsələlərinə riayət etməmək.
bir paltarın, üzr istəyirəm, nəcis olubsa, onu tez təmizlə, məxsusən də namaz vaxtları. Ki, bəzilər təəssüflər olsun, əlinə qan dəyir, elə silir, onu yuyub təmizə çıxartmır. Bu qan nəcisdir. Və digər nəcislər də bunun kənarında. Donuz nəcisdir, it nəcisdir. Təəssüflər olsun, bəzi müsəlmanlar belə görürsən ki, itləri özlərindən gəzdirirlər qucağında. Bu it nəcisdir. Əlin yaş oldu, dəydi, oldu nəcis. Başqa qaba oldu, dəydi, oldu nəcis. Əlin yaş olarsa, bir istəkana, bir qaba dəydi, onunla yemək haramdır, nəcisdir. Bunlara kim riayət eləməzsə, qəbir aləmində, qəbir sıxıntısına giriftar olacaqdır. Bu, bir neçə amil ki, hədislərdə gəlmişdi, qəbir sıxıntısına səbəb olan amillərdən idi. Amma bunun müqabilində də bir sıra xüsusi olaraq gözəl əməllər vardır ki, savab əməllər vardır ki, insandan o qəbir əzabını, qəbir sıxıntısını götürür. Mən burada təqribən 7-8 moridi qeyd eləmişəm, belə ad aparıram qısa izahla. Birincisi sədəqə verməkdir. Çoxluğu önəmli deyil. Az da olsa çalışın, Allah yolunda sədəqə verin. 20 qəpik, 50 qəpik, imkanın çatır 1 manat, imkanın çatır 5 manat. Allah yolunda ehtiyaclılara sədəqə verin. Bəzən soruşurlar, əl açanlara biz qapımızı döyürlər, evimizə gəlirlər, bəzən yolda əl açırlar. Bizdən pul istəyir, verək yoxsa verməyək? İmam buyurur ki, verin. Soruşurlar ki, ya ibn Rasulullah, axı biz bilirik ki, bunların ehtiyacları yoxdur, yalandan deyirlər. İmam buyurur ki, elə yalanlar deməsəydilər, sizə əzab nazil olardı. Sizin vəzifəniz imkan daxilində verməkdir. Əgər varınsa, imkanın varsa, o yalan danışsa da belə sən ver. Az da olsa ver yola sal. Əgər düz danışsaydılar ki, mühtacdılar, niyə mühtac olsun? Müsəlman cəmiyyətində yaşayan bir insan nə üçün fəqir olmalıdır? Əgər fəqir varsa, varlılar məlum olur ki, xumsun vermirlər, zəkatını vermirlər, mallarının, necə deyərlər, zəkatını ayırmırlar. Əgər yalandan bir nəfər deyirsə, bəli, yalandan desə də elə az da olsa ver. İkinci məsələ ki, qəbir sıxıntısını insandan götürər, gecə namazıdır. Gecə namazında həqiqətən bərəkəti həddindən artıq çoxdur. Böyük alimlər hədislərə əsasən qeyd edirlər ki, dünyada istəyirsiniz gecə namazı qılın, axirətdə istəyirsiniz gecə namazı qılın. Gecə namazının gözəl o faydalarından, səmərələrindən də biri budur ki, insan gecə namazı qılarsa, qəbir sıxıntısına giriftar olmaz. Üçüncü, Qur'an oxumaq. Bacardığımız qədər də Qur'anla ünsiyyətimiz olsun. Qur'an nurdur, Allah kəlamıdır. Məxsusən də bəzi surələr laf önəmlidir. Məsələn, Yasin surəsidir, Ər-Rəhman surəsidir, Vaqiə surəsidir və bir sıra surələr. Dördüncü amil, insan öldükdən sonra, onu dəfn eləyib torpağı üzərinə tökdükdən sonra qəbrin üzərinə biraz su tökməkdir. Əlhəmdülillah, bu adətə ki, mənşəyi dinisi də vardır, yəni dindən götürülmə bir adətdir, əməl edirlər. Biz zahirdə bunun səbəbini bilmirik. Bəzən deyirlər ki, məsələn, toz torpaq yayılmasın. Amma hədisdə gəlib, əgər insan öldükdən sonra, onu dəfn elədikdən sonra onun torpağının üzərinə su tökülərsə, o su quruyana qədər Allah Taala qəbir sıxıntısını ondan götürər, qəbir əzabını ondan götürər. Həmçinin ağac parçası ki, meyitlə onu kəfənləyəndə o meyitin qoltuğunun altına, boynuna qoyurlar. O da hədislərə əsasən səbəb olur ki, insanın qəbir əzabı götürülsün. Həmçinin əgər bir insan dünyasını dəyişdikdən sonra onu müqəddəs yerlərdə dəfn edərlərsə, o da onun günahını, qəbir əzabının azalmasına səbəb olur. Məsələn, Kərbəlaya aparırlar, müqəddəs Qum şəhərinə, Nəcəfdə Vadi-üs-Səlama və yaxud da Mədinədə Bəqi qəbirəstanlığa, müqəddəs yerlərdə dəfn olunan insanların qəbir sıxıntısı olmaz ya da az olar. Bir sıra hədislərdə də var, cümə günü və yaxud cümə axşamı əgər bir insan dünyasını dəyişərsə, qəbir sıxıntısına giriftar olmaz. Həmçinin əgər bir insan dünyasını dəyişibsə, onun qalanları, atası, anası, ailəsi, uşağı, onun barəsində yaxşılıq edərlərsə, sədəqə verərlərsə, imkansızın əlindən tutarlarsa, bunun da ölüyə xeyri vardır və nəhayət əhl-i beytə olan məhəbbət.
Ki, hədislərin birində mən oxumuşdum, Peyğəmbərimiz buyurur ki, mənə və mənim əhl-i beytimə məhəbbət göstərmək bir neçə qorxulu yerlərdə insanın xeyrinə çatar, onun üçün faydalı olar, onlardan da biri qəbrə qoyulduğudadır. Ondan sorğu-sual edən zaman. Allaha and verirəm öz böyüklüyünə xatir, özü bizə tövfiq inayət eləsin, qəbir sıxıntısının azalmasına səbəb olan bu gözəl əməllər ki vardır, sədəqə vermək, gecə namazı qılmaq, Quran oxumaq, bu kimi əməllərə bizi müvəffəq eləsin və nəticədə qəbir əzabına duçar olmayaq. Hamınızı Allaha tapşırıram. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.